Ermənistanda parlament seçkisi üçün aparılan kampaniyalar artıq siyasi məcradan çıxıb. Seçicilərlə görüş gələcək vədlərdən kənarlaşaraq kim daha çox təhqir edəcək formatına keçib. Baş nazir Nikol Paşinyan kampaniyasına rəqibi Samvel Karapetyanı oğurluqda ittiham etməklə başlayıb. Paşinyan onun ölkənin elektrik enerjisini taladığını və həmin pullarla seçki rüşvəti kimi xalqa paylayacağını deyib. Nikol Paşinyan sabiq prezident Robert Köçəryanı da unutmayıb. O bildirib ki, Köçəryan və Sərkisyan 1990-cı illərdə çəkmə səviyyəsinə endikləri kimi Qarabağ ermənilərini də həmin səviyyəyə endirirlər. Ոչինչ, դրանից հետո իրավապահները գնահատական, ես ասում եմ հետով որ մասկեքով ավտոմատուսներին դրած խոսում են, ես դրանց հատ գտնելու եմ ու սատկացնելու եմ, barris. Ardınca isə keçmiş separatçı elita və müxalifət sərt şəkildə hədəf alınıb. Paşinyan onları qaçqınlar və dezertirlər adlandırıb. O, çıxışında keçmiş qondarma rəhbərlərin və onları dəstəkləyənlərin Ermənistanı yeni qarşıdurmalara sürükləməyə çalışdığını bildirib. Paşinyan 5000 qurban haqqında danışan şəxslərin əvvəlcə özlərini niyə sağ qaldıqlarını izah etməli olduğunu deyib. Palançıyanın asımlar. Qarabağ icralıqını patentləsin. Եկել են Ղարաբաղի հարց։ Ղարաբաղի հարցը որ կրկնեք զոհվեք։ Դուք ես կենթանի ընդհանրապես։ Դուք ես կենթանի։ Դուք ես կենթանի որ մյատել 5000 զոհի մասին ես խոսում։ Այդ տական։ Ինչի ես կենթանի։ Ինչի ես կենթանի։ Kampaniyanı xaosa çevirən məqamlar bununla bitmir. Sakinlərdən biri Paşinyanı təhqir edərək onu müxtəlif cinayətlərdə təqsirləndirib. O, Paşinyanın əslində əhalini diz çöktürməyə çalışdığını iddia edib. Paşinyan isə özündən çıxaraq sakinə səsini qaldırıb. O, oxları Köçəryana doğru yönəldib. Ermənistanda seçki prosesi get-gedə gərginləşir. Artıq baş nazir Nikol Paşinyan da ölümlə hədələnir. Məlumata görə keçmiş separatçı elita Paşinyanı hədəf alıb. Hətta maskalı və silahlı şəxslərin Paşinyandan qisas almaqla, onu məhv etməklə hədə-qorxu gəldikləri barədə görüntülər yayılıb. Paşinyan isə təhdidlərə adekvat cavab veriləcəyini bildirib. Հայաստանի Հանրապետության հպարտ եւ արժանապատիվ ժողովուրդ, Հայաստանի Հանրապետության քաղաքացի եւ ուրեմն 2026 թվականի հունիսի 7-ին ձեզ կոչ եմ անում գնալ ընտրական տեղամասեր եւ Müxalifət isə təzyiqlərini artıraraq Nikol Paşinyanın davranışlarını analiz eləyir. Bildirilir ki, onun hərəkətləri siyasi vəziyyətinin necə ağırlaşdığını göstərir. Paşinyanın məğlubiyyət ehtimalından ciddi şəkildə narahat olduğu iddia edilir. Bu səbəbdən onun özünü idarə etməkdə çətinlik çəkdiyi deyilir.